İlk önce onu deyim ki, diz oynağı ilə bağlı müraciət edənlərin əksəriyyəti qarın piyi ilə alınan kök hüceyrə edib və onun effektsiz olduğu ilə müraciət edən pasientlərdir. Kök hüceyrə deyəndə ilk dəfə onu deyirlər ki, biz etmişik zaten 5 il deyildi, heç 6 ay nəticəni görmədik. Mənim ilk sualım olur ki, hansı nahiyədən alınmışdı kök hüceyrə, hansı kök hüceyrə idi? Yəni liposaksiya ilə pasientin əməliyyat olması, onun piyi alınması və onun cəmi belə deyilir 40 dəqiqə hazırladıqdan sonra pasientə köçürülməsi, əlbəttə ki, bunun effekti çox az olacaqdır. 200-300 min maksimum hüceyrə əldə olunur ki, halbuki biz belə diz oynağına 50 milyon hüceyrə köçürük. Görün nə qədər fərqi vardır. Yəni budur ilk öncə və ona görə də biz xalqımızı yazma maarifləndirməyə çalışırıq ki, liposaksiyadan qarın piyi ilə alınan kök hüceyrənin effekti demək olar yox dərəcəsindədir. Yəni özünüzə əziyyət vermiş, cibinizə əziyyət vermiş olursunuz. Bəli, həqiqətən. Yəni pasient həm maddi, həm mənəvi çox əziyyət çəkir. Bəli, burada. Və üzdə isə onu deyərdim ki, məsələn, egzazomlar, adi egzazomlar deyək ki, onlarda canlı hüceyrə yoxdur, kök hüceyrə deyil, amma böyümə faktoru olduğuna görə onlar çox yaxşı dəridə regenerasiya edə bilirlər. Egzazomlar belə, bəzən baxırsınız ki, elə bir adam onu yəni əlinə alıb tətbiq edir və yaxud kök hüceyrə adı ilə deyir. Yəni mən özüm belə onu egzazom adı ilə deyirəm, kök hüceyrəni kök hüceyrə adı ilə deyirəm. Hər şey düzgün yanaşmaq lazımdır. Yəni insanları aldatmaq olmaz və hər şeyində belə deyək, öz maddi dəyəri vardır zaten. Onu yəni bəzən biz pasiyentə deyəndə deyirlər ki, doktor kök hüceyrənin falan yerdə sizdən 10 qat aşağı qiymət edirlər. Halbuki o yəni adi bir egzazomdur və heç o egzazom da sayılmır. Çünki orada PDRN də vardır, biorevitalizasiya, biraz kollagen vardır, biraz da nəsə əsas o da effektivliyi yoxdur. Nəsə bir egzazomdan bir hissəcik vardır. Onu egzazom adı ilə tətbiq etmək olmaz. Hər bir şeyi qarşı formasında da olar. Amma tək egzazomu tətbiq etsək çox gözəl nəticə əldə edirik. Nəticəmizə əsasən biz ona baxırıq. Ona görə mən həmişə pasientlərlə real danışıram. Bəli, individual. Ona görə şəkilləri çəkirik hər seans. Öncə sonra o da evdə çəksin, biz də çəkək, müqayisə edək. Zaten o birinci seansdan 10% olsa effekt görməsə, ikinci seansa xəstə heç vaxt gəlməz. Yəni mən özüm də olsam getməliyəm ki, heç bir effekt görmədim. Zaten biz dolğu ilə anında effekt ala bilərik, sıvı üzgərmi ilə anında effekt ala bilərik. Bunlar da ki, yəni belə deyim, müvəqqəti bir şeylərdir. Tam pasiyentin yəni müalicə etmir. Sadəcə olaraq biz orada estetik gözəllik yaradırıq. Amma müalicə dedikdə mütləq şəkildə üzdə biorevitalizasiyalardan istifadə etməklə istər misal egzazomları istifadə edirik 2-3 seans. Üzdə bir müalicə edirik, regenerasiya edirik, bərpa edirik, dəri yenilənməsi edirik. Mənim üçün məsələn dolğudan, botoksdan üstün biorevitalizasiyalar etməkdir ki, dərimizə hər zaman baxımlı, bəli, biokokteyllər hər zaman baxımlı olsun, düşmələr olmasın, qırışlar olmasın. Bunları edək. Dolğu botoks elə bir şeydir ki, zaten bunu istədiyimiz vaxt, istədiyimiz an edib anında nəticə ala bilərik. Amma üzündə ləkə olub da, məsələn, akne çapıqları olub da, dodağı böyütmək, məsələn, mənim üçün o qədər real bir şey deyil. Yəni, mənim məsləhətim hər zaman o pasientlərə odur ki, gəlin birinci üzünüzü bərpa edək. Amma əlbəttə ki, pasiyentin seçimi də bu da bizim üçün, qərarı da önəmlidir. Biz məcbur edə bilmərik. Sadəcə ümumi məsləhətimizi veririk. Bəlkə o bugün dodağı istəyirsə, həqiqətən də çapığın müalicəsini real olaraq istəyəcəkdir. Yəni, bütün bunları nəzərə almaq lazımdır ki, və üzümüzdə bunlar varsa, bunlar daxili orqanların göstəricisidir. Ləkə varsa, səpki varsa, mütləq bu pasiyentlər yanaşı, daxildən və xaricdən eyni anda müalicə olunur.